Türkay xanım buradasınız. Təlimimize başlayaq artıq. Buradayım Aydan xanım. Hər vaxtınız xeyir. Kameranı aça bilirik. Bəli, Hı. Xoş görürsüz. gördük. Xoş Bəli. gördük hər birinizi. Mən də burada iştirak edənlərin hər birini salamlayıram. Ekranı Mən istəyirəm. paylaşıram. Bəli. Aha bir dəqiqə. Aça bilirsiniz ekranı. Bəli, bəli, Bilmiyorum. ekranı aça bilirəm. Aha. Tamam, mən sizə o zaman təqdim eləyim. Bəli, Bugünkü buyurun. webinarın təlimçisi Türkay Yolçuyevadır. Ofis proqramları üzrə mütəxəssis. Mövzumuz isə Microsoft Office bacarıqları işə qəbul üçün Hı lazımi hı. biliklərdir. Bəli. Buyurun Türkay xanım sözü Hı sizə hı. veririk. Həm özünüz haqqında məlumat verin, həm də Aha, mövzuya keçid edin. bəli. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram. Bizim özüm haqqında ilk növbədə məlumat verim. Mən Yolçeva Türkay, 4 ildən çoxdur ki, artıq ofis proqramları üzrə tədris edirəm və müəyyən sahələrdə, müəyyən kurslarda işləmişəm. Robotexnikadır, balaca uşaqlarda 6-16 yaşları ərzində olan uşaqlara biz robotexnikanı da öyrədirik. Arya Tədris Mərkəzində də özüm işləyirəm. Həm də ofis proqramları tədris edirəm. Öz ixtisasım informasiya texnologiya sistemləridir. Özüm isə Memarlıq və İnşaat Universitetini bitirmişəm. Bizim bugünkü mövzumuz isə Microsoft Office bacarıqları işə qəbul üçün zəruri biliklərdir. Yəqin ki, Microsoft Office proqramları nədir dedikdə, çoxunuz Office proqramları haqqında məlumatı var. Çox güman ki, mən bilirəm. Çünki Office proqramları adı gəldikdə, yəni belə deyək də, mövzu elə mövzudur ki, siz hara gedirsiniz, gedin, sizin daima belə deyək, getdiyiniz yerdə sizin qarşınıza çıxır bu Office proqramları. Gəlin görək, Office proqramları nədir? Office proqramları dedikdə biz gündəlik işdə ən çox istifadə olunan Office proqramlarından biridir. Və Office proqramlarının əsas proqramları Microsoft Word, Excel, PowerPoint və Microsoft Outlook-dur. Və burada da hər birinin loqosu yerləşdirilibdir. Təbii ki, Microsoft dedikdə bunlarla kifayətlənmir. Microsoft mövzusu çox geniş mövzudur. Microsoftda daxil olanlar Access-dir, OneNote-dur, daha sonra Skype-ın özü də Microsoft-da özünə daxildir. Məncə çoxunuz Skype-la əvvəllər danışmısınız, uzaqda olan qohumlarınızla. Daha əvvəllər WhatsApp gəlməmişdən əvvəl Skype-lar məşhur idi. Amma indi artıq çox insan artıq yəni telefonda olan WhatsApp-la yəni danışır. Çox o qədər də yəni Skype-dan istifadə etmir. Yəni onu da bilin ki, Skype-ın özü də Microsoft-un özünə daxildir. Amma biz iş yerinə gedərkən bizə daima qarşımıza çıxan, bizə həmişə vacib olan proqramlardan burada olan proqramlardır. Yəni Word-dür, Excel-dir, PowerPoint-dir və Outlook-dur. Keçək digər səhifəyə. Digər səhifəmizdə niyə Microsoft Office proqramları? Baxın, niyə Microsoft Office proqramları biz dedikdə iş elanlarının bəlkə də 80%-dən çox tələb olunur. Yeni məzun olan tələbələr, universiteti bitirən tələbələrimizin çoxusu iş elanlarına, işlərə müraciət etdiklərdə bəlkə onların qarşısına Office proqramlarından, yəni Office proqramlarına belə deyək də bilik tələb olunur. Yəni orada qeyd olunur elanda ki, Office proqramlarından bilik tələb olunsun. Və eyni qaydada burada biz də qeyd etmişik ki, 80%-dən çox tələb olunur. Və ofis işlərinin əsas alətidir, belə deyək. Və hətta ofis proqramları istər dövlət, istərsə də özəl sektorlarda daima biz istifadə edirik. Təbii ki, dövlət yerlərində dövlət sənədləri, rəsmi sənədlər bilirsiniz ki, Word-də hazırlanır. Eyni qaydada özəl sektorda olan sənədlər ki var, arayış olsun, ərizələr olsun, tərcüməyi hal və bunların hər biri biz harda yazırıq? Word sənədlərində yazırıq. Mənim sizə bir sualım olacaq. Təbii ki, belə bir sualım var. Siz Word proqramı dedikdə, Word-ü təbii ki, danışacağam, mən özüm danışacağam, geniş bir mövzudur. Mənim indi sizə verdiyim sual Word-dür. Word dedikdə siz nə başa düşürsünüz? Word-də misal üçün nə edirsiniz? Kim cavablandırar bu suala? Cavab verə bilərəm. Bəli, buyurun. Özünüzdə Word təqdim edin, dedikdə zəhmət mən olmazsa. Aygül Səlimova. Lap Word yaxşı, şad oldum. dedikdə mətnlərin yazısı Word ingiliscə Bəli. söz mənasını verir də. Sözlər toplusu, sözlərin Hı yazılışı, hı. mətn bizə Bəli, ağaclardır, doğru. sənədlərdir, listlərdir. Bəli, Onların bəli. hamısını biz o proqramda görürük. Bəli, doğrudur, düzdür. Özünüz hardasa işləyirsiniz, Aygül xanım? Yox, mən hal-hazırda 4-cü kurs tələbəsiyəm.
Neft qaz Aha, əla, mühəndisi. lap yaxşı uğurlar sizə, çox gözəl. Çox sağ Aha. olun. İndi gəlin mən Word haqqında danışaq. Word görək nədir? Microsoft Word bacarıqları dedikdə Word-də biz nələr görürük? Bayaqlarım Aygül xanım da dedi ki, Word mətn bir proqramıdır. Bəli, biz burada müəyyən bir sənədlər, müəyyən mətnlər yazırıq. Eyni qaydada burada da yazmışıq ki, Word sənədlərinin hazırlanması üçün istifadə olunur. Bəli, sənədlər hazırlayırıq. Baxın, CV-lərdir, daha sonra mətn yazmaqdır, paraqraflardır, cədvəllərdir, table'lar, yəni yaratmaq, şəkil əlavə etmək, başlıqlar və alt bilgilər. Alt bilgilər dedikdə tutaq ki, biz 5 səhifəlik, 10 səhifəlik, 20 səhifəlik bir sənəd yaradırıqsa, onun aşağı hissəsinə səhifələr qeyd etmək istəyiriksə, təbii ki, orada biz alt bilgi deyirik, yəni səhifənin sayını göstərir. Və hətta bilirsiniz ki, Word sənədlərini PDF-ə çevirmək olur. Gəlin mən bu sənədi dayandıraq. Qısaca sizə Word-lə də tanış eləyək. Ekranımı açım. Aha. Baxın burada gördüyünüz sənədlər ki var, bunlar bizim rəsmi olan sənədlərdir. Yəni əməli yazı nümunəsidir. Təbii ki, əməli yazı nümunələri dedikdə biz ərizələrdir, tərcüməyi haldır, arayışdır və s. biz bunları nəzərdə tuturuq və bu sənədlər də istər özəl, istər dövlət yerlərdə daima bizdən tələb olunan sənədlərdir və hər birində burada səliqəli yazmışıq. Və mən sizə qısa formada izah edək Word-ü. Bu qarşımızda açılan səhifə bizim Word səhifəmizdir. Təbii ki, burada fayl tabı var, home tabı var. Bu yuxarıda gördüklərimiz bizim tablarımız adlanır. Qısa məlumat verəcəm, çünki bizim vaxtımız da azdır. Biz yeni sənədə daxil olmaq üçün new adlanan hissəyə daxil oluruq. New adından da məlumdur ki, nə deməkdir? Yeni deməkdir, düzdür? Yeni sənədin yaratmaq üçün biz klaviaturada qısa qaydası da var. Ctrl-N. Bəlkə də çoxunuz bilirsiniz, yeni sənəd yaratmağın Word-də Ctrl-N olduqda yeni ağ vərəq bizim qarşımıza çıxır. Və yaxud da bilmirsinizsə, fayl tabına gəlirik. Fayl menyusundan biz gəlib new-yə daxil olduqda blank dokumentə daxil oluruq. Sual yarana bilər ki, bəs burada olan sənədlər nədir? Burada gördüyümüz sənədlər isə Word-ün bizə verdiyi, Microsoft Word-ün bizə verdiyi şablon sənədlərdir. Və hər biri də görürsüz bölünübdür. Business-dir, cards-dır, education, yəni təhsillə bağlı, işlərlə bağlı olan hissələr də var. Yəni sizə hansı lazım olsa, siz gəlib bunun üzərinə daxil olub create etsəniz, gəlin baxaq. Baxın, mən üstünə vurdum. Mənim şablon, Word-ün bizə verdiyi şablon nə gəldi? Sənəd açıldı, düzdür? Bir var ağ vərəq. Ağ vərəqin üstündə biz özümüz işləyirik. Yəni rəhbərliyin, şirkətin bizə verdiyi işləri biz özümüz görürük ağ vərəqdə. Aydındır? Bu isə şablon olan bir sənəddir. Word-ün bizə yaratdığı hazır formada şablon sənədlər adlanır. Və biz bu şablonun üstündə görürsüz, misal üçün David Milano yazılıbdır. Təbii ki, siz burada about-dur, education ingilisində yazılıbdır. Siz bunu silib özünüz haqqında, misal üçün təhsiliniz haqqında öz adınızı qeyd edə bilərsiniz. Yəni ingilisində yox, Azərbaycan dilində qeyd etmək olar. Aydındır bura kimi. Aha. Və görürsüz, mən X etdikdə, X yəni close etdikdə bizə save və don't save gəlir ekranda. Don't save o deməkdir ki, biz sənəddən çıxış etməyimizdir, yaddaşa verməmək. Save isə ad altında və yaxud da save eləyib yaddaşa verməyimizdir. Ağ vərəq izah eləyirdi. Ağ vərəqimiz blank dokumentdir. Siz blank dokumentin üstünə vurduqda bu formada ağ vərəq gələcək və siz bu ağ vərəqin üstündə sizə verilən tapşırıqları burada qeyd eləyəcəksiniz. Gəlin baxaq. Biz bayaqlarım dedik ki, şəkillər gətiririk. Slaydımızda da qeyd olunmuşdu ki, Word-də şəkillər də gətirmək, cədvəl əlavə etmək də olur. Çox xahiş edirəm ekranı yazmayaq, çünki mən burada işləyirəm. Aha. Baxın, burada bizim tablarımız var. Tablar haqqında məlumat verim sizə. Home tabı bizə nə üçün lazımdır? Home tabında biz yazıları, dostlar xahiş edirəm, ekranı Siz yazın. ekrana kimi yazdığını görürsünüzsə, mən dərhal çıxarım onu. Yəni burada rəsm qabiliyyətini göstərmək lazım deyil. Bəli, çünki mən burada dərs edirəm. Mənim fikrimdə yayılır ekranda. Artıq dərsdən kənar gedir. Yəni belə şey etməyək, diqqətlə qulaq asın, çünki vaxtımız da azdır bizim.
Honor kimdir? Bax, Honor bayaqdan bura xəttlər verir ekrana. Aha, Home tabında biz nə edirik? Tutaq ki, gəlin bura yazaq Azərbaycan sözü. Və biz bu yazını böyütmək istəyirik. Düzdür? İlk növbədə yazıları böyütmək üçün biz yazını seçməliyik. Aydındır? Yazını böyütmək üçün burada yazının ölçüləri verilibdir. 14, 22, baxın təyin etmək olur. Bəzən tələbələr sual verir ki, burada 8, 9, 12, 14 verilibdir. Misal üçün 15 yoxdur. Daha sonra nə yoxdur burada? 30 yoxdur. Biz bunların ölçüsünü necə eləmək istəyirik? 30 istəyirəmsə, mişqanı qoyuruq bura. Baxın. Mausu qoyduq 11-in yanına. Klaviaturumuzda backspace düyməsinin köməyi ilə silib, içərisinə 30 düyməsini yazdıqda bizim yazımız artıq nə olacaq? 30 olacaq ölçüsü. Baxın, yazımız nə oldu? Ölçü 30 oldu. Aydındır? Aha. Yazının ölçüsünü böyütmək üçün burada kənarda A hərfləri verilib. 2 dənə A hərfi. Burada kənarda olan, yəni sol tərəfdə olan A hərfinə vurduqda yazımız görsüz ölçüsü böyüdükcə avtomatik burada da görünür 48 verilir. Bu kənarda olan sağ tərəfdə olan A-ya vurduqda yazı balacalaşır. Ölçü nə oldu? 36 oldu. Yəni bayaqlarım 48 idisə biz A-ya vurduqda balacalaşdı. Aydındır? Aha. Home tabı nə üçün bizə lazımdır? Yazıların bold eləmək üçün. Yəni bold nə deməkdir? Qalınlaşdırmaq, yazını maylı vermək. Gəlin bolddan dayandıraq. Yazının altına xətt çəkmək üçün bizə lazımdır home tabı. Və misal üçün biz dayandırmaq istəsək, hər birinin üstünə vururuq, deaktiv olur. Aktiv eləyəndə üstünə vururuq, aktiv olur. Deaktiv etdikdə də yenə də üstünə vururuq, deaktiv edirik. Burada U hərfi altından xətt, biz bunu ingiliscəsində underline gedir, yəni altdan xətt gedir. Klaviaturada bunların hər birinin qısa qaydası var. Ctrl B, Ctrl I, Ctrl U. Yəni görürsüz baş hərfləri verilibdir. Yəni boldun B. İtalik yazısının I hərfi, underline isə altdan xətt çəkmək U-dur. Və siz görürsüz ki, burada altdan xətt düz xəttdir, düzdür? Bəzən siz müsabiqəyə getdikdə, müsabiqədə sizə belə bir sual verə bilərlər ki, bizə yazı yaz, onun altında xətti qırmızı rəngdə və yaxud da dalğalı rəngdə təyin et. Biz bunu necə eləyirik? Burada görürsüz U hərfinin yanında ox işarəsi var aşağı doğru. Biz bu ox işarəsinə vurduqda, burada ikili, daha sonra qalın xətti, qırıq-qırıq xəttlər, dalğalı xəttlər görürük. Və sual yarana bilər ki, biz İstəyirik rəngli verək. Altda görürsüz qara rəngdə. Rəng vermək üçün burada görürsüz aşağıda yazılıb ki, underline color. Yəni bu o deməkdir ki, altdan xəttə rəng təyin etməkdir. Mən bunun üstünə vurduqda, dostlar, baxın, aşağıda qırmızı rəng və yaxud da göy, yaşıl bir rəngdə təyin edə bilərik biz xəttləri. Aydındır? Bunu da başa düşdük. Aha. Bunları da bildik. Burada ABC var, üstündən yazını xətt çəkməkdir. Bu o qədər çox vacib olunmur və ən vacib olan bunlardır. Qüvvətdə və indeksdə olmağıdır. Tutaq ki, biz yazmışıq ki, 2, 2-nin kvadratı vermək istəyirik. 2-nin kvadratı vermək üçün biz nə etməliyik? Bu 2, yəni o deməkdir ki, 22 deyil. Aydındır? Biz bunu qüvvətdə verəcəyik. Gəlirik, biz bunu qüvvətdə təyin etmək üçün x üstü, görürsüz, baxın, nə yazılıbdır? Kvadrat təyin olundu. Düzdür? Təyin edirik, yuxarıda qüvvətini verdik. Aydındır? Və hal-hazırda bizim olan hissə, 2 seçdiyimiz hissə, qüvvətdə aktivdir. Biz gəlib bunun üstündə yazı yazsaq, qüvvətdə yazılmış olur. Və sual yarana bilər ki, mən bunu aşağıda vermək istəyirəm. Necə verə bilərik? İlk növbədə biz bunu deaktiv edirik, yanından yazırıq. Aydındır? Burada məncə rahatdır. Çox xahiş edirəm, yenə də xahiş edirəm, artıq dərəcədə xahiş edirəm, qələmlə yazmayın. Aha. Bəs indeksdə vermək istəyirik, necə verərik? İndeksdə vermək üçün yenə də ən sondakı olan 2-ni seçib, indeksdə təyin edirik. Aydındır? Bu da bizim Word-lə bağlı, Home tabımızla bağlı olan əsas hissələrimizdir. Yazının rəngini təyin etmək istəyiriksə, gəlib yazıya baxın. Burada rənglər təyin edirik. Aydındır? Yazını rəng vermək üçün. A hərfi altdan qırmızı xətt, həmişə yadınızda qalsın, yazıya rənglər verməkdir. Bu isə nə edir? Bu isə yazının arxa hissəsinə rəng gətirib verir. Aydındır? Yəni belə deyək, fosforlu formada rənglər verməkdir.
Burada belə bir A hərfimiz var. Bəs bu nə deməkdir? Bu isə yazılara gətirdiyimiz, yazdığımız Azərbaycan sözünü. Ta ki biz kölgəli vermək istəyiriksə, yazını shadow edə bilərik. Daha sonra ikili xətt verə bilərik. Məsəl üçün baxın Azərbaycan sözü ikili əks olundu burada. Bilmirəm görürsünüzmü? Məsəl üçün rəngin gəlin göy rəngdə verək. Baxın. Baxın əks olundu. Və seçib yenidən biz onu düzəldə bilərik. Baxın bu formada. Aha. Və burada paraqraf hissəsi var. Paraqraf hissəsi bizim ən vacib olan hissələrimizdən biridir. Paraqraf hissəsində yazının mərkəzə verilməsi, sola təyin olunması və soldan sağa yazılması kimi hissələri var. Hal-hazırda bizim yazımız solda yazılıbdır. Bizim yazımız, əgər biz başlıq yazmışıqsa, başlığı center mərkəzə vermək istəyiriksə, seçirik, təyin edirik mərkəzdən. Yox, əgər sağa vermək istəyirəmsə, sağa təyin edirik. Baxın belə. Burada işarələr var, simvollar var. Bunlar nə zaman olar? Hallar, növlər olarsa, maraqlı formada biz sənətdə düzəlişlər etmək istəyiriksə, bu formada işarələr qoya bilərik, yanına simvollar təyin edə bilərik. Və hətta baxın belə 1, 2, ABC, bu daha çox testlərdə belə bir olur hallar. Gəlin sonra insert tabı haqqında danışaq. Insert tabı əlavə etmək tabıdır. Əlavə etmək tabı dedikdə, əlavə tabında biz cədvəllərin yaradılması, şəkillər yaratmaq, fiqurlardır, daha sonra 3D modellər və linklər, kommentlər və yaxud mənim sizə dediyim səhifəyə belə deyək də, vərəqə səhifələr təyin etməkdir. Vərəqə səhifə təyin etmək insert tabında footer yazılıbdır. Footerə vurduqda aşağıya baxın. Səhifə 1 gəldi, əlavə olundu. Aha. Biz ikinci səhifə yaratmaq istəyiriksə vərəqdə, klaviaturada Ctrl-Enter düyməsini vurduqda 2, üçüncü səhifə yaranır. Həmid Məmmədov, çox xahiş edirəm, rəsm çəkməyək burada. Aha. Ctrl-Enter. Bura yazıram qısa qaydasını. Kimlər üçün lazım olsa səhifə yaratmaq qeyd eləyər özündə. Ctrl-Enter vurduqda biz səhifə yaratmış oluruq. Əlavə də əgər yadınızdan çıxsa insert tabında blank page var. Blank page-ə də vurduqda səhifə yaratmış oluruq. İndi gələk baxaq table-a. Table hissəsi biraz uzundur. Table dedikdə, yəni biz cədvəlləri yaradırıq. Sütun və sətirlərimiz haqqında danışacağıq. Cədvəli yaratdım. Baxın, cədvəli yaratmaq üçün həm bayaqların buradan da yarada bilərik table-dan, həm içində insert table-dan da yarada bilərik. Insert table-a biz daxil olduqda, burada column və rows yazılıbdır. Columns sütunlar deməkdir, rows isə sətir deməkdir. Column, gəlin bura verək, 6 sütun. Sətrə verək neçə sətir? 4 sətir. Düzdür? OK düyməsini vurduqda, baxın, aşağı mənə nə gəldi? Aşağı gəldi bizə cədvəl düşdü. Düzdür? Aha. Və biz cədvəli yaratdıqda, üstünə vurduqda yuxarıda 2 dənə tabımız açılır. Biri dizayn, digəri isə layout tabıdır. Dizayn tabının köməyi ilə biz cədvəllərimizə, belə deyək, şablon Word-ün bizə verdiyi rənglərdən istifadə edə bilərik və yaxud da özümüzün başlıq formada seçib shading hissəsinə gəlib rənglər, yəni yalnız başlıq rəng təyin etmək. Misal üçün gəlin bura yazaq ad, bura yazaq soyad. Burada yazaq əlaqə nömrə. Baxın, belə bir sadə bir cədvəl yaratdıq və bu cədvəldə biz başlıq hissəni özümüz rənglədik. Əgər şablon Word-ün bizə verdiyi rənglər istifadə etməyimiz lazımdırsa, istifadə edə bilərsiniz. Yaxşı. Sonra burada borders var. Borders isə burada gördüyümüz bu xətlər var. Ctrl-Enter nə üçündür? Necə? Ctrl-Enter nə üçündür? Bayaq yazdım. Ctrl-Enter bayaqlarım, bəli, izah elədim. Səhifəni artırmaq üçündür. Baxın, ikinci səhifə, üçüncü səhifə artırmaq üçündür. Aydındır? Ctrl-Enter.
Ctrl Enter elədikdə sizin Word-də 2, 2-dən çox, 3-dən çox səhifə yarada bilərsiniz və silmək istəyəndə də vərəqi klaviaturada backspace düyməsinə vurduqda silinir. Aha. Dizayn tabı haqqında danışırdıq. Dizaynda bir dəqiqə, mən ekranı niyə paylaşa bilmirəm indi? Ekranımı çıxış elədim. Dizayn tabında deməli border hissəsi haqqında danışırdıq. Border hissəsi burada gördüyümüz düz xəttlər təyin etməkdir. Bir var düz xəttlər, bir də var ikili xəttlər təyin etmək. Baxın, biz ikili xətt təyin etdikdə bizə fırça gəlir. Bu fırçanın köməyi ilə biz xəttləyə bilirik. Baxın belə. Bu bizim vaxtımızı aparır fırça. Fırça vaxtımızı aparırsa, biz gəlib cədvəli seçirik. Burada border hissəsi var. Misal üçün biz istəyiriksə, hər səfərində vaxtımız getməsin, gəlib burada all borders eləyirik. All borders elədikdə fikir verin, bütün xanada olanlar nə oldu? Xətləndi, ikili xətləndi. Bir də var, misal üçün mən istəyirəm ki, yalnız sağ, sol hissə və yuxarı, aşağı hissələr xətlənsin, içi isə boş olsun. Baxın, bu formada all side borders elədikdə yalnız bizə nə verdi? Kənar hissələri xətlədi. Aydındır? Amma all borders elədikdə həm kənar hissəni, həm də ki, içini xətləmiş olur. Məncə bu da rahatdır və hətta siz burada rəngi də verə bilərsiniz. Qara rəngdədirsə, gəlib yaşıl tonlarda seçə bilərsiniz. Gələk baxaq. Baxın, belə bir rəng. Şey xanım, bəs orada xananın içindəki rəngi necə çıxa bilərəm rəngdən? Çox xahiş edirəm. Siz olar ki, dərsdən sonra, təlimdən sonra suallar verin mənə. Təlimdən sonra vaxt eləyəcəm, sualların hər birini cavablandıracağam. Çünki indi Türkan xanım, hal-hazırda üzürlüsən. Bəli, heç kim təlimçinin sözünü kəsməsin. Təlimçinin sözünü kəsəndə kənarlaşdıracağam. Bayaq Həmid bəy vardı burada, öz ailə tərbiyəsini burada göstərməyə çalışdı. Onu da kənarlaşdırdıq. Kimlər kənarlaşdırmaq istəyirsə bir dəfəlik indidən desin kənarlaşdıraq oyundan, Zoomdan. Davam edin Türkan xanım. Çox sağ olun Aydan xanım, təşəkkür edirəm. Aha, baxın yenə eyni qaydada biz rəng vermək istəyirsə, tutaq ki, bu qara rəngdədirsə, mən bunun rəngini vermək istəyirik. Yaşıl verməyə, yaşıl biraz solğun göstərdi. Göy rəng təyin vermək istəyirik. Biz o zaman nə edirik? Gəlib cədvəli seçirik ki, ümumi formada. Hər səfərində fırça ilə verməyək, vaxtımız gedir. Ona görə burada kənarda borders yazılıbdır. Bordersdə baxın, bottom border var. Əgər ingilisini bilirsə, bottom dedikdə aşağı hissə xətlənir. Top dedikdə yuxarı, left sol hissəyə, right isə sağdan rəngi verir. Bir də var no border. No border artıq o deməkdir ki, yəni biz cədvəlimizə heç bir xəttdə rəng verməmişik. Aydındır? Bir də var, bayaqları mənim sizə dediyim all borders. All borders elədikdə bizim cədvəlimizin həm kənarları, həm içi daxil olmaqla bizə xətləyir və rəngi qara yox, artıq mənim seçdiyim pen colordan göy rəngi olur. Amma yox, biz əgər istəsək ki, kənar xəttləri verək, kənar xəttlərim artıq olacaq nə? Outside border. Aydındır? Yəni təkcə outside eləmək istəyirsə, kənarı vermək istəyiriksə, göy təyin edə bilərik. Bu formada. Bir də var bizim liayət tabımız. Liayət tabı da ən vacib olan, cədvəlin ən vacib olan tablarından biridir. Liayət tabı dizayndan fərqli olaraq, dizayn adına məlumdur ki, cədvələ rəngləmək, kənar hissələrinə rəng vermək, kənarlıqlarını düzəltmək. Adından da məlumdur ki, dizayn verirsən cədvələ. Liayət isə dizayndan fərqli olaraq cədvəlimizə delete eləmək, yəni sütun və sətirlərin silinməsi. Siz əgər yenə də deyirəm, column və rowsun mənasını bilirsinizsə, burada da verilir. Baxın, sütunun silinməsi, row isə sətrin silinməsidir. Burada daha sonra, ta ki mən cədvəli bir sətri silmək istəyiriksə, soyad hissəsini gəlib seçirəm, column eləyirəm, baxın. Soyad hissə silindi. Bayaqların bizim burada neçə sütunumuz var idi? 3 sütun var idi. Düzdür? İndi neçə sütun oldu? 2 sütun oldu. Ctrl Z ilə geri gətirirəm. Baxın, geri gətirdik. Insert above var. Insert above o deməkdir ki, yaratdığımız bu cədvəlin üzərinə, yəni bu sətrin üstünə, görürsünüz, mişqanı hara qoymuşuqsa, onun üzərinə doğru bizə sətir əlavə edir. Insert above edirik.
Baxın, yuxarı mənə sətr verdi. İndi çoxunuz sual yaranacaq ki, niyə bəs yuxarı hissə rəngli oldu? Ona görə rəngli oldu ki, biz birinci sətr, yəni bu idi. Bunun içini biz rəngləmişik deyə, yaşıl rəng vermişik deyə, avtomatik mən bu sətrin üstünə əlavə sətr gətirəndə rənglənmiş kimi olur. Aydındır? Əgər biz burada tutaq ki, adlar yazsaq, Əli, Fatimə, Zəhra. Bu adları yazdıq və mən burada Fatimədən sonra əbov eləsək, baxın, üzərinə boş bir sətr gələcək və rəngsiz formada. Aydındır? Yəni nəyin üzərindən hara qoyursunuzsa, oradan sizə tutaq ki, bu xananın içi yaşıl olsaydı, bundan sonrakılar da yaşıl olacaqdı. Aydındır dediyim. Belov hissəsi var, aşağı neynəməkdir? Sətr əlavə etməkdir. Tutaq ki, mən Nigarla Zəhranın aşağı hissəsinə əlavə sətr əlavə etmək istəyirik aşağıya. Insert below edirik, aşağıda tutaq ki, yazırıq ki, Elnur. Aydındır, bu formada sətrə əlavə edə bilirik. Sonra burada insert left, insert right var. Bunlar isə burada olan above-la below sətrə əlavə etməkdir. Bunlar isə sütun əlavə etməkdir. Aydındır? Insert left elədikdə adın yanından mən sıralama istəyirəmsə, sıralama sütunu gəlib qoyuruq buradan. Insert left eləyirik. Sol tərəfə artıq biz nömrələmə, yəni sıralama belə deyək. 1, 2, baxın gördünüz, əlavə bir sütun da yaratmış olduq. Bu da bizim cədvəllərimizdir. Eyni qaydada insert right. Tutaq ki, biz bura bir sütun yaratmaq istəyirsə, right eləyəcəm. Gördünüz, hardan seçirəm, ora mənə sütun vermiş olur. Bunları da bildik. Bu hissə ən vacib olan hissələrdən biri də burada. Eraser pozandı, gəlin bu hissəni də izah eləyək. Pozanın köməyi ilə biz bu hissəni baxın boşalda bilərik. Bir də var, mesh hissəsi. Burada indi hal-hazırda biz adlar yazmışıq. Mən indi yenə də bir cədvəl yaradacağam. Cədvəl yaradanda həmişə diqqətli olun ki, mişqa bunun içərisində olmasın. Bunun içərisində olsa, içərisində sizə cədvəl vermiş olur. Ona görə bu bir xəta baş vermiş olur. Mişqanı gətirib qoyuruq aşağı ki, aşağıdan bizə yeni bir cədvəl təyin etsin. Aşağıdan belə bir cədvəl yaratdıq. Bizə lazımdır ki, bu başlıq hissəni silək. Liar tabına gəlirəm. Bəzən tələbələr götürür, eraseri götürürlər burada pozanla. İçini belə-belə boşaldırlar. Bundan da olar, sadəcə bu yenə də deyirəm, vaxtınızı aparır. Gəlib seçirəm başlıq sətri. Başlıq sətri seçirik, merge edirik. Başlıq sətrim nə oldu? Silindi. Bura yazırıq ki, kompüter dərsləri. Və yazım mənə mərkəzə yerləşdirmək lazımdırsa, baxın, burada mərkəz var. Yenə də deyirəm, tələbələrin çoxusu gəlir home tabından mərkəzə buradan verir. Bu da əslində düzdür. Sadəcə necə düzdür, necə buradan istifadə etmirik. Liar tabı zaten bizə burada veribdir. Mərkəzə yuxarıdan, mərkəzə tam mərkəzdən vermək, böyüdək baxaq. Mərkəzə aşağıdan vermək. Gördünüz fərqləri? Mərkəzə təyin etmək, tam mərkəzə, yəni yuxarıdan mərkəzə vermək. Soldan yuxarı vermək, soldan aşağı, yəni senterə, soldan lap aşağı vermək. Baxın buradan belə görə bilərsiniz. Text direction o deməkdir ki, bir də bu hissə var, ən vacib olan. Text direction da yazıları əyir. Bu xətti biz yenə də genişləndirək. Genişləndirmək üçün mişqanı qoyuruq bura. Baxın, xətlər böyüdü. Gördünüz necə? Bir var horizontal eləmək. Horizontal hal-hazırda yazı horizontal formadadır. Bir də var yazımızı əymək. Aha. Bu da bizim cədvəllərimiz oldu. Məncə cədvəllərlə bağlı elə bir çətinlik qalmadı. Sonra orada şəkillər vardı. Qısa 5 dəqiqəlik şəkilləri də izah eləyim mən sizin üçün. Keçək
Sonra slayta. Şəkillərimiz dedik ki, yenə də insert tabından şəkillər yaratmaqdır. Picture-ə daxil olduqda biz şəkil yarada bilərik. Misal üçün, şəkil yaratmaq bizə iki cür verir. Biri öz kompüterimizin yaddaşında olan, yəni disk piece from faylda, yəni öz kompüterimizin faylında olanlar, yüklənənlər. Bir də var online picture. Əgər kompüterinizdə şəkil yoxdursa, o zaman biz artıq məcburuq online picture-ə daxil olaq. Və online picture-ə daxil olmaq üçün də həmişə sizin internetiniz aktiv olmalıdır ki, daxil ola biləsiniz. Baxın, mən seçdim, yüklənir hal-hazırda. Aha, yükləndi. Bir də bunu deyim ki, Microsoft-da açılan şəkillər, onlayn olan şəkillər Bing vasitəsilə axtarış olunur. Eyni qaydada burada 3D modellər var idi. Yəni 3D modellərin özü də 3D modellər hərəkətli modellərdir. Bir var şəkil gətirirsən də hərəkətsiz. Bir də var 3D model verirsən, 3D model hərəkət eləyir. Baxın, burada hər biri siyahlara bölünübdür. Meyvələrdir, heyvanlardır, daha sonra balonlardır, ailə şəkilləri. Bir də var search Bing, yəni bizim özümüzün axtarış verdiyi. Məsəl üçün biz bura kar yazsaq, axtarışı da yadınızda saxlayın, ingilis dilində axtarış verirsiniz. Azərbaycan dilində, türk dilində axtarış vermək olmaz. İngilis dilində axtarış verir, tapmalıyıq. İngilis dilində kar yazdı, bizə maşın şəklini verdi, 3 dənə. Gəlib biz seçib insert etdikdə, insert yəni əlavə etmək deməkdir. Əlavə et dedikdə mənim şəklim ötürüldü neçənci səhifə? 2-ci səhifə. Yəni əlavə 2-ci səhifə bizə yaratdı. Baxın, şəkil gəldi, düşdü bizim hara? Word səhifəmizə. Və şəklimiz görürük ki, çox böyükdür. Biz bunu balacalaşdırmaq istəyirik. Necə balacalaşdırarıq? Mişqanı gətiririk aşağı, bu hissədən, sağ hissədən aşağı təyin etdikdə şəkli balacalaşdıra bilirik. Və şəklin bu kənar hissəsini, ta ki görürsünüz ki, dartıb sağa sola verə bilmirsiniz. Şəklin kənar hissəsində sağdan pəncərə açılır. Bunu aktiv etdikdə şəklimiz görürsünüz aktiv oldu, gəldi, düşdü yuxarı birinci səhifənin üzərinə. Baxın, bu formada biz aktiv etdik. Aha. Bir də biz şəkil gətirdikdə, bayaqlarım dedik ki, cədvəl verdikdə cədvəldə Design and Layout tabı açılırdı. Baxın, cədvəlin üstünə vuram, Design and Layout açılır. Ondan fərqli olaraq şəkilə biz vurduqda, şəkildə format pəncərəsi açılır. Format nə deməkdir? Format o deməkdir ki, şəkilə kölgə vermək, daha sonra işığını artırmaq. Baxın, burada hər bir rəngdə, tonlarda var rəng tonları. Baxın, İşıq tonları və yaxud da qara tonlarda verə bilərsiniz. Çərçivələr verilibdir. Word bizə burada çərçivə təyin edibdir. Əgər siz çərçivə vermək istəyirsinizsə, gəlib burada şəkili çərçivəyə sala bilərsiniz. Baxın, belə bir çərçivə verdim. Və burada picture border var. Border o deməkdir ki, mənim bu gətirdiyim şəklin bu kənar hissəsi var, çərçivə. Biz bu çərçivəyə rəng verə bilərik. Hal-hazırda ağ rəngdədir. Gəlib biz bunu rəng verdikdə baxın, kənarlıqları artıq nə oldu? Yaşıl rəngdə oldu. Bu da bizim şəklimizlə bağlı qısa bir hissəmiz oldu. İndi keçək slayta. Word'ümüz bura qədərdir. Keçək slaytda mən sizə başlayaq, qaldığımız yerdən davam edək. Slaytda gəlir Excel. Sual verəcəm sizə Excel-lə bağlı. Excel-in özü də geniş bir mövzudur. Excel necə proqramdır? Kim deyər? Excel-lə nə edirsiniz? Nə işlər görmüsünüz Excel-də? Exceldə cədvəl yaradırıq. Aha. Bəli. Hesabatlardır. Hesablamalar, hesabat. Bəli, doğrudur. İndi gəlin baxaq Excel-ə. Word haqqında qısa bu qədər izah elədim. Keçək indi Excel-ə. Microsoft Excel nə deməkdir? Excel dedikdə biz hesablamaların olması, vacib bacarıqlar dedikdə, yəni burada cədvəllər yaratmaq, əsas düsturlar, yəni düsturlar dedikdə biz burada funksiyalar adlandırırıq və Excel-də formulas adlanan tab hissəsi var. Orada düsturlardır, riyazi funksiyalardır, statistikdir, məntiqi, mətn tipli funksiyalardır və digər vacib olanlar filtrlər və qrafiklər, yəni diaqramlar, filtrlər istifadə olunması. Gəlin Excel-ə də daxil olaq, Excel-ə də baxaq. Baxın, bu bizim Excel sənədimizdir. Excel sənədinə daxil olduqda fikir verirsinizsə,
Word-dən fərqli olaraq Excel daha fərqli açılır. Excel-də xanalar, daha sonra görürsüz, baxın burada hazır formada xanalar verilibdir və biz bu xanaların köməyi ilə seçib cədvəl yarada bilirik. Və cədvəli biz yaradanda burada all borders var. Bayaqların biz demişdik, all borders nə deməkdir? Ümumi seçdiyim hissəni nə etməkdir? Cədvəli yaratmaqdır. Aydındır. Sual yarana bilər ki, bəs bayaqların biz Word-də insert tabına daxil olub table-dan yaraddırdıq. Bəs burada niyə all borders-dən home-dan yaratdıq? Gəlin bunları mən sizə fərqlərini izah edək. Burada yaradılan belə deyim. Burada yaratdığımız baxın, sadə bizə bir cədvəl verdi. Düzdür? Bir də var, kənarda mən gəlirəm belə bir yenə də cədvəl yaradıram, amma bu cədvəli mən insert də table-la yaradıram, table-ın köməyi ilə. Və table yaratdıqda belə bir create table açılır. Görürsüz, diapazonum seçilibdir. Bu mənim seçdiyim diapazondur. Mən OK vurduqda, baxın, necə fərqləndi? Fərqliyi gördünüz? Sadə olan cədvəllə bizim yaratdığımız insertdə olan cədvəlin fərqini. Fərq ondan ibarətdir ki, biz sadə, bu hissə sadədir. Yəni heç bir rəng vermir. Aydındır, Excel bizə heç bir rəng təyin etmir. Amma biz buradan gəlib yaratdıqda hazır formada bizə göy rəng də verdi və bu hissələr olanlar isə filtrdir. Filtr nə deməkdir? Tutaq ki, biz bunun içində adlar yazmışıq, soyadlar yazmışıq, işçilərin belə deyək də vəzifələrini qeyd etmişik. Gəlib onların baxa bilərik hər birinə. Filtr o deməkdir. Bir baxmaqdır. Baxın, burada kolon 1, kolon 2, kolon 3, kolon 4 yazılıbdır. Bunlar sütun deməkdir. Sütun 1, sütun 2, sütun 3 və sütun 4. Təbii ki, siz bunu silib adlandıra da bilərsiniz. Tutaq ki, başlıq kimi ad verə bilərsiniz, soyad təyin edə bilərsiniz. Vəzifəni qeyd etmək olar. İşçinin vəzifəsi. Aha. Ta ki bu sütun bizə artıq lazım deyil. Biz bunu artıq məcbur ki, neyniyək? Silək. Siləndə də home tabına gəlirsiniz. Delete düyməsinə vurduqda baxın, silinmiş olur. Biz burada gəlin yazırıq adlardan. Yenə də Fatimə adlar qeyd eləyəcəm. Həsən, Nigar. Aha. Adları yazdıq və burada vəzifələr qeyd edirəm. Bura yazıram qeydiyyat. Bura yazıram HR. Burada yazaq qeydiyyat. Baxın, biz Excel-də qeydiyyat sözü yazmışıqsa, avtomatik ikinci, üçüncü sətirdə qeyd edəndə o təkrarlanır. Yəni sizin artıq burada qeydiyyat sözü yazmanıza ehtiyac yoxdur. Enter-i vurduqda görürsüz, düşürük aşağı. Ha. Bizə deyir ki, rəhbərlik deyir ki, get qeydiyyat işləyən işçilərin adını mənə çıxart. Mən diqqətlə baxaq, böyüdürəm bu hissəni. Aha. Ta ki deyirlər ki, qeydiyyat işləyən işçilərin adını bizə çıxart. Düzdür, burada azdır, bəzən siyahıda çox olur adlar. Gəlin biz burada vəzifə olan hissəyə qeyd edirik. Burada qeydiyyatçını bizə çıxartmaq lazımdırsa, qeydiyyatçıda olan qeydiyyatın, yəni işçilərin adı bizə lazımdırsa, təbii ki, biz gəlib burada HR-ı dayandırırıq, yəni işarələr, mühafizəçini, mühasibi, vəsə. Nə bir dənə qeyd olundu? Bir dənə yalnız qeydiyyat düzdür, qeyd olunubdur. OK vurduqda mənə
Həyatda işləyənlərin adını çıxartdı. Yəni filtr bizə bu baxımdan bizim köməyimizə çatır. Aydındır? Yəni sadə cədvəllə filtrli cədvəlin fərqi bundan ibarətdir. Aydındır? Yəni bunu hər səfərində ayrı-ayrı cədvəllərə çıxartmağa ehtiyac yoxdur. Yəni sadə cədvəl yaradıb qeydiyyatı ayrı verməyə, HR-ı ayrı verməyə ehtiyac yoxdur. Yəni hazır filtr burada bizə verir. Yox, əgər bizə qeydiyyat yox, mühasib lazımdırsa, OK düyməsini vurub mühasiblərə baxırıq. Baxın belə. Geri gətirmək üçün də hər birini işarələyirik, hər birinə də baxa bilərik. Baxın belə. Gördünüz, biz deməli Excel-də filtri yaratmağı da öyrəndik. Sonra bizim burada Excel-də diaqramlarımız var. Təbii ki, Word-də də var idi. Biz Word-dən çox diaqramları Excel-də yaradırıq. O qədər Word-də istifadə etmirik. Zaten biz Word-də də yaratsaq, Word-də yaradılan sənəddə Excel sənədi açılmış olacaq. Baxın, diaqram nədir? Diaqramlar da ki, iş yerlərində daha çox bəzən görürsüz lazım olur, bəzən siniflərdə olur. Tutaq ki, deyirik ki, yeni bir vərəq yaradaq. Bu yeni vərəqdə mən izah edeyim. Tutaq ki, deyirlər ki, şəhərlər üzrə 2026-cı il və yaxud da 2025-ci ildə şəhərlər üzrə yüksək nəticə göstərənlərin sayı, yəni faizinə baxmaq istəyir. Şəhərləri qeyd edirik. Gəncə şəhəri, Gəncə yazmıyor, Sumqayıt qeyd edək. Gəncə, sonra Mingəçevir. Aha. Bu şəhərlər üzrə biz tələbələrin faiz göstəricilərini yazacağıq bura. Tutaq ki, Bakıda olsun. Neçə faiz göstərici? 30% verirəm. Mingəçevir üzrəndə 12%. Bu göstəriciləri qeyd etdik. Biz bunu cədvələ salaq. Aha, saldıq cədvələ. Və biz diaqram yaradanda həmişə cədvəli seçməliyik. Seçirəm. Baxın, görürsüz, seçilibdir diaqram cədvəlim. Gəlirəm diaqram hissəsinə. Diaqramda əgər bizə dairəvi diaqram lazımdırsa 3D formasında, baxın, diaqramlar var. Sütunlu formada diaqramlar. Görürsüz, hər bir formada var. Maps var. Maps o zaman lazım olar ki, biz dünya üzrə, yəni şimal üzrə, daha sonra cənub üzrə xəritələrdə lazımdırsa, şimal ölkələr, o zaman gəlib yazırıq şimal ölkələrin adlarını, bizə xəritə avtomatik çıxardır. Yəni xəritə üzrə də təyin etmək olur. Hal-hazırda bizə diaqram verilibsə, diaqramı seçirik 3D formada. Görürük ki, diaqramımız çox böyükdür. Bunu balacalaşdırırıq. Aha. Chart title yazılıbdır. Chart title'a istəsəz siz yazı da əlavə edə bilərsiniz. Yox, əgər lazım deyilsə, chart title'ın görürsüz burada plus işarəsi verir. Üstünə vurduqda bizim nə olur? Başlığımız gedir. Əgər başlıq olsa yazırıq ki, şəhərlər üzrə tələbə göstəricisi, tələbə faizi. Aha. Bu formada qeyd elədik. Və görürsüz, ən çox olan faiz hansıdır? Bakıdır. Və Bakıya fikir verin, Bakı diaqramda artıq seçilir. Siz yox, əgər üstündə bu faizləri qeyd etmək istəyirsinizsə, şəhərlər üzrə. Gəlirik, burada işarə var. Data labels var. Data labels'in üstünə vurduqda fikir verin, faizlər gəlir hara düşür? Üzərinə gəlib düşür. Burada balaca bir ox işarəsi var data labels'in. Bu ox işarəsinə vurduqda center o deməkdir ki, hər biri mərkəzə gəlir. Baxın, 12 çöl hissəsindədir, yəni kənardadır narıncının. Mənə lazımdır ki, içində olsun. Center eləyirəm, içinə təyin edirik. Inside end elədikdə birazcıq kənar hissədə. Outside elədikdə artıq çöl hissədə hər birinin faizi qeyd olunur. Aydındır bunlar da. Bunlar da bilsəniz sizin üçün yaxşıdır. Çünki müsabiqələrdə diaqramlarda filtrlə bağlı suallar verilir. Aha.
Leqant hissəsi nə deməkdir? Leqant hissəsi burada Bakı, Sumqayıt, Gəncə, Mingəçevir olan hissə deməkdir. Görürsüz, aktivdir. Mən bunun üstünə vurduqda o hissələr yəni getdi. Yəni mən burada artıq bilmirəm Bakının rəngi. Bakının rəngi bilirik, faizlə artıq biləndə ki, bura Bakıdır. Leqantı da istəsək təyin edə bilərik. Sual yarana bilər ki, bayaqlarım aşağıdaydı, aşağı hissədə. Niyə düşdü sağ tərəfə? Gəlin baxaq. Leqantın yanında ox işarəsi var. Oxu vurduqda right. Right o deməkdir ki, leqant sağ tərəfə qeyd olunub. Top eləsək üzərində olacaq. Left eləsək solda, bottom eləsək aşağıda təyin etmiş oluruq. Aydındır bura kimi? Aha. Bu da bizim Excel ilə bağlı diaqramlarımızdır. Excel əslində çox geniş bir mövzudur, dəryadır, belə deyək də. Word əslində asandır. Word-də siz yazı yazırsınız, mətn hazırlayırsınız, amma Excel-də ondan fərqli olaraq hesablama işləri aparmaqdır. Baxın, bayaq mən sizə dediyim formula hissəsi, yəni düsturlar və funksiyalar yerinə yetirmək. Aha, başlayaq, keçək digər hissələrə. Digər slaydımızda PowerPoint-dır. PowerPoint çoxunuz bilirsiniz, slaydlar deməkdir. Müəyyən tələbələr varsa, tələbələrin demək olar ki, çoxusu PowerPoint-la işləyir. Yəni belə deyək, universitetdə müəllimlər verirlər ki, slaydlar, sərbəst işləri slaydlarla hazır etsinlər. Ona görə PowerPoint da bizə vacib olan bir ofis proqramlarından biridir. Slaydlar yaranır, dizayn olur, şəkillər, ikonlar, müəyyən animasiyalar eləyirik. Bu da hardadır? PowerPoint-dadır. PowerPoint, baxın, elə mənim elə daxil olduğum proqramdır. PowerPoint-da, yəni belə deyim, elə bir çətin bir proqram deyil. PowerPoint-da da siz diqqət etməlisiniz rənglərə, şəkillərə, diqqətlə yanaşmalısınız. Yəni çoxlu şəkil verməyə ehtiyac yoxdur. Keçək digər hissəyə. İşə qəbul zamanı Microsoft Office-lə necə yoxlanır? Bu belə bir sualdır. Gəlin baxaq. Məsəl üçün, mənim sizə sualım var. Elə bu sualı sizə verəcəm. İşə qəbul zamanı Microsoft Office-lə necə yoxlanılır? Məsəl üçün, siz işə gedəndə, müsabiqədə sizə nə sual verirlər? Məsələn, oxuduğunuz təhsil barədə, Aha. harada təhsil almısınız, Aha. haranı Ofis bitirmisiniz. proqramlarına heç sual vermirlər. Məsəl üçün, siz ofis proqramları qeyd eləmişsiniz ki, ofis proqramlarından biliyiniz var. Heç qarşılaşmısınız elə bir suallar versinlər sizə? Yəni heç qarşılaşmamışam, amma önümə çıxıbdı. Yəni belə, Hə, iş elanlarında falan, yəni daha çox rastlaşır bəli. ki, bəli, ofis proqramları bilmək vacibdir. Aha, əla. Aha, şirkətlərdə yəni bu üsullardan istifadə olunur. Praktiki tapşırıqlardır, test suallarıdır, Excel və Word tapşırıqlarıdır. Bunlar da nə zaman olur? Ta ki, siz işə qəbul zamanı getdikdə, təbii ki, hər bir müəssisədə fərqlidir, tamamilə fərqlidir. Belə deyək, praktiki suallar da verə bilərlər. Yəni, bir-iki dənə tip, yəni göstəriş üçün suallar verə bilərlər ki, misal üçün, daxil ol Excel-də bu düsturu yarat, bu cədvəli yarat, filtri yarat. Yəni, bu tip belə suallar. Bir də var, test sualları verirlər. Sizin qarşınıza testlər verilir, 20 suallıq testlər. Bəzən məntiqdən də sual verirlər ki, məntiqdən də baxırlar ki, işçinin məntiqi baxımdan məntiqi necədir və yaxud da ofis proqramlarından da suallar təyin edirlər ki, biliyə görə baxsınlar. Ən çox yenə də deyirəm, Excel-dən, Word-dən suallar verilir. İş yerlərində ofis proqramlarının rolu nədir? Microsoft ofislərinin iş prosesi bundandır ki, daha sürətli, daha sistemli və daha yüksək səviyyədədir. Yəni iş yerlərində deyirik. Və bu bacarıqlar məhsuldarlığı artırır, məlumatların düzgün idarə edilməsinə kömək edir, komanda işini asan edir. Komanda işini necə asan edir? Misal üçün, siz komanda ilə bir yerdə iş görərkən, ta ki, hər ikinizin də vəzifəsi eynidirsə, bir yerdə köməkləşib nəsə bir yerə ərsəyə gətirə bilirsiniz.
Bu baxımdan sizin işinizi rahatlaşdırır. Yəni ofis proqramları əslində rahat bir proqramdır. XZ-də siz düsturları bildikdən sonra hesabatı apara bilərsiniz rahat formada. Yəni əvvəllər misal üçün XZ proqramı olmayanda hesabatlarımız görürsüz kalkulyator vasitəsilə hesablamalar aparılırdı. İndi amma artıq müəyyən proqramlar çıxdı. Təkcə XL deyil. Yəni Access proqramı da var. Access proqramının köməyi ilə də orada cədvəllər yaradılır. Həmçinin Excel-də də, Access-də yaradılan cədvəlləri Excel-də ötürmək olur. Bunu da deyim sizə. Misal üçün, bəzən tələbələr sual verir ki, mühasibatlıqda işləyənlər Excel-lə işləyirlər. Belə bir sual verirlər. Mühasibatlıqda işləyən işçilər təbii ki, Excel-lə də işləyənlər var. Yəni onların xüsusi proqramları var. 1C proqramı, bəlkə də eşitmisiniz. Access proqramını da bilməlidirlər onlar ki, yəni daha mükəmməl bilsinlər. Təlimi bura qədərdir. Sizin suallarınıza gəlin baxaq, cavablandıraq. Mən chat bölməsini bağlamışdım. İndi açıram. Kimlərin sualı varsa Hə, bildirəcək. mən gördüm, ona görə çat. Aha, görürəm. Bəli. Kimlərin sualı varsa bildirə bilər. Hə, qısa yolu deyin zəhmət olmazsa bilmək. Qısa Bir də yollarını siz bir də bir hansı məsələni qısa yollarını Ha, buyurun. deyirdiniz? Aha, Buyurun. bəli, Aydın xan, buyurun. Deməli bir şey də elan etmək istəyirəm ki, burada inşallah möhtəşəmsiniz Türkəy xanım, bunu da deyim. Çox Amma sağ olun, gənc çox sağ olun. yaşınız olmasına baxmayaraq və bunu da buradan elan vermək istəyirəm ki, burada qoşulan hər kəs bilsin ki, kimlər istəyirsə Türkəy xanımla bizim inşallah bir kursumuz olacaq. 2 ay əhatə edən bir kurs. Hansı ki bizim akademiyaya özəl olaraq endirimli qiymətli olacaq. Sağ olsun Türkəy xanımla danışdıq və bizimlə razılaşdı. İstəyirəm həmin o 2 aylıq kursun barədə məlumat verəsiniz, sonra sual-cavab hissəsinə keçək. Olar, əlbəttə. 2 aylıq kursda deməli biz təbii ki, dərin mövzular öyrənəcəyik. Burada Word-dür, Excel-dir. Deyəsən 1-2 nəfər PowerPoint-dan da soruşub ki, PowerPoint keçirilir. Bəli, PowerPoint keçirilir. PowerPoint belə deyək, belə deyim ki, Word-də, Excel-də əsas mövzular olur. Yəni sıfırdan keçirilir bütün mövzularımız. Həmçinin Word, həmçinin Excel-də, PowerPoint-da sıfırdan olur. Sıfırdan keçirilir. PowerPoint-da bizdə 2-3 dərs olur. Yəni qısa olur. Çünki PowerPoint sadə bir dərslikdir. Ən çox bizim keçdiyimiz mövzular Word-lə Excel-dir. Bu 2 ay ərzində siz Word-də rəsmi sənədlərin yazılmasıdır. Rəsmi sənədlər necə yazılır? Bayaqları mən sizə göstərdiyim sənədlər ki var, əməli yazı nümunəsidir. Ondan əlavə də dövlət rəsmi sənədləri var. Müəyyən sənədlər ki var, onların məndə öz var. Onları mən sizə təbii ki, indi qatılan olsa, dərsdə biz onların hər birinin necə yazılmalıdır, onların bir-bir qaydalarını öyrədəcəm. Yəni Word budur, cədvəllərin yaradılmasıdır, daha sonra rəsmi sənədlərdən işləməkdir. Excel-ə gəldikdə, Excel-də siz müəyyən diaqramların yaradılması, bayaq mən sizə yaratdığım o diaqram, hal-hazırda o göstərdiyim diaqram sadə üsullu diaqramdır. Yəni dərin diaqramlarımız da var, filtrlərdir, filtrlərin yaradılmasıdır, hesabatların aparılması və düsturlar, funksiyaların öyrədilməsidir. İş yerlərində siz qəbula getdikdə, müsabiqəyə getdikdə belə deyim, sizə verilən vacib olan suallar, düsturlar, onları öyrədirik biz. Yəni əsas olanları keçirik. Yəni 2 ay ərzində sırf bunlardır. Bir də qısa olaraq birinci dərs kimi biz sizə, yəni mən sizə Windows haqqında məlumat verirəm. Windows nə deməkdir? Yəni əməliyyat sistemi haqqında qısa olaraq məlumat verirəm ki, məlumatınız olsun. Qovluqlar, papkalar haqqında məlumat, desktop və taskbar haqqında məlumat deyirik. Desktop gördüyünüz bu ana ekrandır, yəni ana masadır, işçi masamız. Taskbar isə aşağı olan lent görürsünüzsə, tapşırıqlar paneli bunlar haqqında. Birinci dərs sırf yəni budur. Növbəti dərslərdə artıq biz Word haqqında danışırıq. Word-dən geniş, ətraflı hər bir şeyini öyrənirik. Yəni Windows-u da öyrədirək ki, Windows-dan da anlayışınız olsun ki, sabah getdikdə, tutaq ki, şirkətə getdikdə desələr ki, qovluğu yarat, qovluğun içərisinə fayl əlavə et. Bunlar haqqında hər birinizin məlumatı olmağı üçün bunu da biz öyrədirik. Belə. Bu da Aydan xanım, yəni ofis proqramları yəni bundan ibarətdir. Bəli, kursla bağlı suallarınızı hansı qrupdan gəlmisinizsə, həmin qrupu nəzarət bacısına Bir verə də bilərsiniz. ilkin bunu Bəli, deyim. buyurun.
Hə, bir də Buyurun. üzrlü sayt sözünüzü kəsdim. Bir də bunu deyim, e-maillə bağlı müəyyən tələbələr də sual verir ki, bəs e-mail keçirilir, poçt, yəni e-mail vasitəsilə. Bəli, e-mail keçirilir. E-mail də bir dərs olaraq keçirilir. O da ən sonda öyrədilir. Ondan da narahat olmayın. Yəni nə suallarınız olsa, yenə də deyərsiniz. Belə. Kimlər səsli sual vermək istəyirsə verə bilər, buyursun. Və ya kimlər chat bölməsi yazmaq istəyirsə suallarını verə bilər. Burada sual var ki, Salam Access proqramında əsas nə işlər görmək olar? Access proqramı mən keçmirəm. Access proqramı mühasibatlıqla bağlı proqramdır. Bayaqlar elə mən də ona gətirdim. Mühasibatlıqdan danışanda Access mühasibatlıq proqramıdır. Yəni o xüsusi bir proqramdır. Necə ki, ofis proqramları ayrıca öyrədilir. Mühasibatlığın da özünün öz kursları var, gənclər. Yəni mühasibatlıqda Access-dir, 1C proqramıdır, bir də Excel dərin öyrədilir. Yəni o sırf yəni mühasibatlıqla bağlıdır. Amma siz ofisə gedəndə ofis işlərini görmək istəyən gənclər Access-dən yəni sual verilmir. Ən vacib gördüyünüz işlər Word və Excel-dir. Bunu deyim. Burada qısa qaydalar yazılıblar. Qısa yollarını da deyin zəhmət olmazsa bilməyənlər üçün. Siz nəyin qısa qaydalarını deyirdiniz Kənan Ağayev? Məncə bayaqların bir nəfər səhifənin qısa qaydasını dedi. Onu yazmışdım. Ctrl Enter edib demişdik. Qısa qaydalar əslində çoxdur. Yəni təbii ki, qısa qaydalar çoxdur. Klaviaturada olan qısa qaydalar onlarla kifayətlənmir. Məncə o şey deyirsiniz. Ctrl B, Ctrl O italiklə boldun qısa qaydalarını. Video qeydlərlə bağlı yazıblar. Video qeydlərlə bağlı gəldikləri qrup admininə yazsınlar və kursla bağlı suallarını da hansı qrupdan gəliblərsə, Zoom linkini paylaşan şəxsə yazsınlar zəhmət olmasa. Aha, hə, mən verdiyim sualı cavablandırıblar. Cədvəl yaratmaq üçün nəzərdə tutulubdur. Düzdür. Cədvəl qurmaq, hesabat çıxartmaq, da plan qurmaq, daha dərinə geçsək, proqramlaşdırma da belə istifadə olunur. Aha, bəli, düzdür. Suallar deyəsən elə bunlardır. Bir də mənim Burada verdiyim bir sual var. Kompüter olmayanlar üçün onlayn çətin olacaq. Yəni planlaşdırmısınız? Bir nəfər yazıb. Hal-hazırda əyani xeyir. Əyani mən özüm kursda dərs deyirəm, yəni bilmirəm. Bizdə dərslər onsuz da recording olunur. Yəqin ki, burada da Harmoniya Akademiyada da bu belədir. Dərslər recording olunub, tələbələrə göndərilir ki, sonda iştirak edə bilməyən tələbələr, müəyyən səbəblərə görə qatıla bilməyən tələbələr ən sonda evdə oturub rahat şəkildə baxsınlar. Yəni təlim bitsə belə o videolar zaten sizin özünüzdə qalır. Belə deyim. Burada yazılan bir sual var, qiymətlə bağlı. Onu qrup adminlərinə sual verin, çünki bizim burada elan etməyimiz qeyri-etik sayılır. Və daha sonra bir sual var idi. Kim səsli sual vermək istə verə bilər. Mən təşəkkür edirəm, çox sağ olun. Təlim haqqında fikirlərini bildiriblər. Təşəkkür edirəm, çox sağ olun. Mən təşəkkür edirəm ki, vaxtınızı ayırıb qatılmısınız hər biriniz bugünkü təlimə. Sualı olanlar da buyursun, cavablandıraq. Mən bir sual verə bilərəm, bəlkə də çox Əlbəttə, bəli, buyurun. belə adi səslənəcək. Mən 2016-da bitirmişəm. Yəni ailə, uşaqlar ona görə məşğul ola bilməmişəm. Siz Excel deyə müraciət edirsiniz. Yəni bu Excel yoxsa Excel? Çoxsu Excel-də deyir, Excel-də deyir. Yəni onun heç bir fərqi yoxdur, yəni. Yəni mən təhsil aldığım müddətdə adətən Excel deyirdi. Yəni bir də görürsüz zamanla hər şey dəyişir də, ona görə dəqiqləşdirmək Yox, istədim. eynidir, narahat olmayın. Excel-də deyilir. Excel-də deyilir, Excel-də. Microsoft Excel proqramı. Çox sağ olun. Siz sağ olun. Deməli, burada yazılı sual var idi. Excel-də olan cədvəl necə Word formatına keçirmək olar? Aha, Excel-də olan üzr. Aha. Excel-də olan sənədi necə Word cədvəlinə salmaq olar? Elə idi sual. Aha, bəli. Aha. Biz onu adətən belə deyim, daha çox kopyalayıb şey deyirik, Word-ə çeviririk sənədləri.
Tutaq ki, biz burada Excel-də belə bir cədvəl var hazır formada. Biz bunu Word-ə ötürmək istəyirik. Necə ötürərik? Klaviaturada qısa qaydalar təbii ki, məncə çoxsuz bilirsiniz. Ctrl-C-dir. Copy edirik. İlk növbədə cədvəli. Gətiririk Word-ə vermək istəyəndə. Word-də yeni sənəd yaradırıq. Ctrl-V-nin köməyi ilə yaratdığım Excel cədvəlini Word-ə ötürmüş oluruq. Aydındır? Yəni Ctrl-C, Ctrl-V-nin köməyi ilə. Gəlin bura yazım mən qısa qaydalarını. Ctrl-C, yəni kopya. Ctrl-V, yəni yapışdırmaqdır bu, paste. Bu format. Qısa qaydalar bunlardır. Deyək, yəqin ki, bunlar da qısa qaydasını istəyənlər oldu. Ctrl-B, bold, Ctrl-I, I hərfi, italik. Ctrl-U isə altdan xətt, yəni underline. Bunları istəyirsiniz özünüzdə qeyd edin. Əgər kimdəsə yoxdursa qeyd eləsin. İstəsəz bunları şəkil çəkərsiniz, qısa qaydalarda qeyd elədik. Başqa sual var? Mən də baxım suallara. Analitika ilə bağlı sual yazılıb, proqramlar və əlavə hansı proqramlar lazım yazılıb. Emral Abdullayev deyəsən yazıb. Data analitikada Excel dərindən öyrənir, Office proqramlarında isə Excel ilkin səviyyədə olur. Bəli, Excel-də Office proqramlarında belə deyək, Office proqramlarında Excel-i biz yəni dərindən keçmirik. Çünki Excel data analitika ayrıca bir mövzudur, o da dərin mövzudur. Excel isə biz Office proqramlarında belə deyim, qeydiyyatda işləyən işçi üçün Office proqramlarında düsturu yaratmaq, hesabatı yaratmaq o qədər vacib deyil. Təbii ki, onu öyrədirik biz, nəzərdən keçirdirik, öyrədirik öyrətməni. Amma durub qeydiyyatda işləyən işçi, hər hansı bir vəzifədə işləyən işçi, istər qeydiyyat olsun, istər müəyyən bir ofis proqramlarına işi olan işçi olsun, durub mühasibatın görəcəyi işi, yəni Excel-də görmür. Sadə cədvəlləri yaradır. Başqa nə suallar var? Hə, onu elədik. Excel-də olan cədvəli Word-də formatı göstərdim. Excel-də makros. Burada Gömrük Komitəsi ilə bağlı sual oxudunuz. Yox, onu görmədim. Mən Harda Dövlət yazmışdı? Gömrük Komitəsinin akademiyasına təhsil alıram. Birinci kurs tələbəsiyəm. Hazırda sərbəst işlərin təhvilinə başlayacağıq. Hansı Bəli. məsləhətləri görürsünüz daha çox? PowerPoint-da xüsusi bir məsləhətiniz varmı? PowerPoint-da deməli gömrükdə oxuyur, lap yaxşı birinci kursdur. Baxın, PowerPoint üçün müəyyən belə bir şey deyim, süni intellekt hal-hazırda deyilən bir şey yaranıbdır. Mən öz tələbələrimə də onu öyrətmişdim. Bir PowerPoint-da yarada bilərsiniz. Bir də PowerPoint üçün xüsusi bir proqramlar var idi. O yazırsan süni intellekt vasitəsilə mövzuları sizə verirdi. Hal-hazırda səhv etmirəmsə, adı bu dəqiqə yadımdan çıxıbdı proqramların. O qədər istifadə etmirəm deyə mən özüm. Amma onu 2 dəqiqə baxaq.
Burada internetdə yazanda baxın, mənim indi bu açdığım bu səhifələr var. Süni intellekt vasitəsilə olan slaydlardır. Bir var biz özümüz 3 saat ərzində, 4 saat ərzində PowerPoint-ın üstündə dayanıb slayd hazırlayırsınız. Tələbələrə daha çox dediyim budur. Sərbəst işlərdə tutaq ki, müəllim verir, sərbəst işinizi istəyirsiniz, daha maraqlı eləyəsiniz. Amma bizim yaratdığımız PowerPoint-da bizim artıq vaxtımız gedir. Həm onu internetdə axtarmağımız, həm şəkil gətirib qoymağımız, görürsüz vaxtımız gedir. 2-3 saatdan çox. Bir də görürsüz ki, vaxt gəlib tamamlanıbdır. Və ona görə vaxtınızın getməməyi üçün istəyirsinizsə, şablon, yəni belə deyək də, hazır formada, süni intellekt formasında proqramlar var. Hansı ki, mənim yazdığım o yazırsınız onlayn PowerPoint slaydlar sizin qarşınıza çıxır və siz orada mövzunun adını yazdıqda sizə özü ötürür. Yenə də deyirəm, Azərbaycan dilində ötürülmür. İki dil var. Türk dili, bir də ingilis dili. Türk dilini ötürdükdə təbii ki, siz slaydı download edirsiniz. PowerPoint avtomatik açır. Biri var idi məndə. Burada Ctrl-O eləyək, bir dənə baxaq. Solar sistem. Aha, bunu biz tələbənə eləmişdik. Yox, bu deyildi. Bir dəqiqə. Ümumdünya deyəsən cazibə qanunu idi, səhv etmirəmsə. Aha. Bu proqramın görün adı qeyd olunubdur. Bu proqramın adını sizə deyim, qeyd eləyin. Gamma. Bayaqdan bunun adını axtarırdım. Gamma proqramı. Gamma proqramının nə kimi xüsusi özəlliyi var? Gəlin adını yazım internetdə, ona da baxın. Aha. Baxın, biz qammada, birinci qammadan qeydiyyatdan keçirsiniz. Tələbələrə aiddir. Qeydiyyatdan keçdikdən sonra siz burada yeni oluşturun yazılıbdır. Görürsüz, süni intellekt vasitəsilə. Bunların hər biri süni intellekt vasitəsilə yaradılan slaydlardır. Görürsüz, türk dilində yazılıdır. Python nədir, nə zaman yaradılıb və biz bunu sonradan download eləmişik, yəni PowerPoint-ə yükləmişəm ən sonda. PowerPoint-ə yüklədikdə mən bunu çevirmişəm. Baxın, burada görürsüz, başlıq hissəni artıq Azərbaycan dilində yazmışam. Yəni siz də istəsəniz, yerdə qalan hissələri, yəni türk dilində yox, dəyişib Azərbaycan dilində verə bilərsiniz. Bu, yəni qammanın vasitəsilə yaradılan slayddır. Yaradılan slaydda birbaşa PowerPoint-ə ötürmək olur. Yəni baxın, bunları yazın özünüzdə. Qamma. Ən vacib olan, deyərdim ki, slaydlardan biri çox qəşəng görünməyini istəyirsə, qamma ilə yarada bilərsiniz. Yəni bu formada. Başqa nə suallar var? Salam, axşamınız xeyir. Mən Axşamınız xeyir. sual Buyurun. yox, bir dənə bir şey deyəsiydim. Bəli, buyurun. Qammada dediniz Azərbaycan dilində eləmir. Burada Hı hı. yeni oluştur yerə baxsanda siz orada mövzunu verəndə bir də ətraflı şəkildə ola bilər ki, məsələn yazırsınız ki, əlavə ora cədvəl qoyun və yaxud da qrafiklər olsun. Yazanda qeyd eləyəndə ki, Azərbaycan dilində Azərbaycanca yazın, slaydı sizə Azərbaycan dilində yaza bilir. Yəni əvvəl məndə də olmurdu, sonradan yazdım və təzə elədiyim hətta mətn Azərbaycan dilində yazıbdı. Hə, mən çox yəni istifadə eləmirəm. Burada məsəl üçün dil seçimi elədikdə, bilmirəm, bəlkə Azərbaycan dili gəlibdir. Burada dil seçimlərindən burada təyin etmək olur. Yox, Baxın. dil seçimində yoxdur. Əvvəl var idi, sonradan Aha. yoxdur. Yəni mən də Olar. çox tövsiyə eləmirəm. Canvada Hə, çox mən də çox yavaşlar istifadə var. etmirəm də. İnanın ki, yəni çünki istifadə etmirəm də, belə deyim. Ancaq tələbələr şey deyəndə tələbələr üçün göstərirəm ki, hə, yəni baxın. Aha, başqa sual var? Salam, axşamınız xeyir müəllim. Axşamınız xeyir, buyurun. Mənim sualım ondan ibarətdir. Sizin kurs hazırlıqlarınız vardı, elədir? Bəli, Yəni o proqramlar üzrə. bəli, bəli. Onlayn qatılmaq istəyirdim. Necə müraciət edə bilərəm? Siz zəhmət olmazsa Aydan xanıma yazın, Aydan xanıma buradan. Aha. Hansı Aha, linkdən olsun. gəlmişsinizsə o qrupa yazın, zəhmət olmasa o qrupun Aha. inzibatçısına. Hə, bildim. Harmony qrupuna yazdım da. Aha, bəli, bəli. Nə oldu? Nə oldu? Bəli, bəli, Çox- Canvada da olur, düzdür. Canvada da yaratmaq olur, düzdür dostlar.
İndi yadıma düşdü. Baxın, Canva-da da düzdür yaratma olur. Hətta belə bunu deyim, PowerPoint-da misal üçün biz əvvəllər sadə slaydda, yəni bu hal-hazırda sadə slaydda. Bir də var bayaqlar mənim sizə göstərdiyim 3D olan slayd. 3D nə deməkdir? 3D hərəkətli slayd deməkdir. Bilmirəm, bəlkə çoxunuz görmüsüz. Misal üçün baxın, maraqlı gəlsə göstərim sizə. Yer kürəsinin hərəkətli belə bir slaydıdır. Biz buna 3D rotation adlandırırıq. 3D rotation da yəni hərəkətli formadadır. Görsüz dönür. Yəni hərəkət eləyir. 3D formada. Yazılar gəlir. Yenə də finish bitdi mövzu. Yəni əslində PowerPoint özü də genişdir. Misal üçün mənim bir tələbəm var idi, oğlan, 20 yaşı var idi. O heç bir yeri oxumamışdı, yəni universitet, kollec. Sadəcə kursda gəldim, ona 3D PowerPoint öyrətdi, 3D slaydı. O maşınların reklam səhifələrini 3D formada yaradıb satış edirdi. Yəni elə bir şey evdə otura-otura yəni satış edirdi. Yəni o da bir maraqlı bir ərsə idi, yəni iş idi. Özdə həvəsi də var idi. YouTube-da yazsaz 3D rotationlar PowerPoint üçün çıxacaq. Maraqlı gəlsə gəlin göstərim. Vaxtımız varsa göstərə bilərəm YouTube-da. Misal üçün baxın elə burada BMW çıxdı. Görürsüz, bax burada dərs formasında verilibdir. Təkdə formada da baxa bilərsiniz. Test formada indi mən sizə göstərmək üçün nümunə kimi birini göstərəcəm. Fakat 2 dəqiqə. senin de preocupações. Baxın, yəni göstərir ki, əvvəllər sadə formada 3D-də, yəni belə eləyirdi. İndi amma 3D rotation formasında artıq slayd dönür, hərəkət olunur. Yəni bu da var. Başa düşdük. Bu da bizim 3D rotationumuz oldu. 3D hərəkətli görünüşlər. Aha, sual verilib ki, Excel asandır, yoxsa Word proqramı? Təbii ki, Word proqramı asandır. Çünki bayaq dedik axı Excel dəryadır, data analitika var, Access var. Yəni Access-də olan cədvəlləri Excel-ə gətirmək var. Yəni belə deyim, Excel özü dəryadır. Düsturlar, funksiyalar, hesabatlar, yəni dərindir Excel. Aha, Gamma proqramının linkini göndəriblər. Əla, əla. Ə və ya I kimi hərfləri yazmaq üçün sadəcə dil dəyişməliyik, yoxsa klaviaturadan olur? Dil dəyişməyə ehtiyac yoxdur, gənclər. Klaviaturadan dəyişilir. Sizin əgər kompüterinizdə klaviatura dili aktiv etmisinizsə, yəni bu dilləri, Azərbaycan dili, rus dili, ingilis dili, Azərbaycan dili aktivdirsə, yəni təyin etmək olur. Yəni əylə I-nı klaviatura. Klaviaturada dil dəyişmək üçün Shift Alt eləyib, qısa qaydası klaviaturanın Shift Alt düyməsi elədikdə Azərbaycan dilinə və yaxud da müəyyən dillərə çevrilir. Siz sağ olun, buyurun. Başqa sual olan var? Burada çünki chatda mən baxdım, mesajları desin oxudum mən. Məncə suallar qurtardı. Hə, suallar çünki Çox sağ olun qurtardı. təlimə görə. Siz sağ olun, Minnətdaram. Aydan xanım. Siz sağ Yenə olun. dediyim kimi, bəyan etdiyimiz kimi kimlər kursla bağlı suallar vermək istəyirlərsə, gəldikləri qrup adminlərinə verə bilərlər. Kursumuz onlayn olacaq və 2 ay əhatə eləyəcək. Çox-çox sağ olun Türkəy xanım, dəyərli vaxtınızı ayırdınız və gəldiniz, iştirak etdiniz. Çox sağ olun, Minnətdaram mən sizə. təşəkkür Var edirəm. olasınız. Siz sağ olun, buyurun. Sağ olun, sağ olun. Sağ olun.